Salam doktorlar, hər vaxtınız xeyir olsun. Bugün biz şikərli sümüklərindən təpə sümüyünü keçəcəyik. Təpə sümüyü latınca os parietale adlanır və cüt yassı sümüklərdəndir, sol və sağ hissələrdən ibarətdir. Təpə sümüyü daxilə doğru əyilmiş, dörd bucaq şəklində olub, xarici daxili səthlərdən və dörd kənardan ibarətdir. Gəlin ayrıca baxaq. Təpə sümüyünün sol təpə sümüyüdür bu, gördüyünüz kimi. Yenə əpdə bu hissələr yaxşı görünmür, ona görə birbaşa atlasın üzərində keçəcəm. Demək, keçirik təpədəki kənarlar və bucaqlar haqqında danışmağa. Təpə sümüyünün alın kənarı, margo frontalis önə doğru, 4 rəqəmi, alın kənarı, margo frontalis önə doğru, ənsə kənarı, margo occipitalis arxaya doğru, sagittal kənar, margo sagittalis yuxarıya, pullu kənar margo subcutalis aşağıya doğru baxır. Bu kənarların bir-birinə keçən hissəsində isə bucaq əmələ gəlir. Demək, birinci olaraq öndə və yuxarıda alın bucağı, angulus frontalis, ön və aşağıda əsas bucağı, angulus sphenoidalis, yuxarı və arxa hissədə ənsə bucağı, angulus occipitalis, aşağı və arxa hissədə isə məməyə bənzər bucaq, angulus mastoidoz yerləşir. Bunlardan əsas bucaq iti, məməyə bənzər bucaq isə küt olur və məməyə bənzər bucaq nahiyəsində, təpə sümüyünün daxil tərəfində əsə bənzər cip şırımı, digər adıyla sulcus sinus sigmoideyə yerləşir. Bu 7 rəqəmini görürsünüz. Əsə bənzər cip şırımı. Sulcus sinus sigmoidenin başqa yerdə şəklinə baxaq. Sulcus sinus sigmoideus. Baxaq görək varmı, heç yoxdur. Proqramda da yox idi. Eyb yoxdur. Sonra demək, bir də şey qaldı. Təpə sümüyünün demək, üzərində bu sagittal kənar var. Sagittal kənarın arxa ucuna yaxın emissar təpə venasına məxsus təpə dəliyi foramen parietale yerləşir. Burada çox balaca görünür. İçəri tərəfdən baxaq, təpə dəliyi foramen parietale yerləşir. Demək, təpə sümüyünün qabarı, xarici səthinin ortasında təpə qabarı tuber parietale yerləşir. Yaxınlaşdıraq baxaq. Tuber parietale. Və ondan aşağıda isə yuxarı və aşağı gizgi xəttləri linea temporalis superior burada görünür və aşağı linea temporalis inferior yerləşir. Təpə qabarından yuxarıda bu sagittal kənar ki vardı, bayaq izah etmişdik. Onun yaxınlığında bayaq izah etdik. Buraxıcı emissar venalara məxsus təpə dəliyi foramen parietale yerləşir. Vena emisseri için Türkçe yazılıb burada yerləşir və təpə sümüyünün beyin səthində yuxarı sagittal cip şırımı ətrafında hörümçək toruna bənzər qışa dənəciklərə məxsus dənəcik çuxurcuqları yerləşir. Bu dənəcik çuxurcuqların digər adı isə fovea granularisdir. Burada var. Hörümçək toruna bənzər qışa dənəciklərinə məxsusdur. Və bundan əlavə arteriya şırımları, subarteriozi vardır. Burada görünür. Bir də daxili səthdə burada da görə bilərsiniz. Arteriya şırımları görünür. Bundan əlavə daxili səthdə barmaq basıqlıqları və beyin hündürlükləri olur. Impressionis digitata et yuga cerebralia. Onlar keçən dəfə alın sümüyü dərsində göstərdik. Təpə sümüyündə çox da yoxdur detaylı o şəkillər, amma təxmini bilirsiniz ki, artıq necə görünür. Bu qədər. Təpə sümüyü çox asan və kiçik dərsdir. İnşallah ki, qalan dərslərimiz avqust ayın ortası və ya sonlarından yenə davam edəcək. İmtahanlarla əlaqədar vaxtım olmayacaq. İmtahanlar bitdikdən sonra isə inşallah tez-tez və düzənli şəkildə videolar paylaşacağım mütləq. Hələlik.